qalxmasına münasibətinizi necə bildirə bilərsiniz? Elə sual versiniz ki, bana çox gülməli. Metroda qiymətləri elmə özün qaldırmışsın. Kimi zoyla anlatır ki? Bəs metroda qiymətləri qalxmağının səbəbi nədir? Bilirsiniz, ekskluzif bir açıqlama vermək istəyirəm ki, gecə yaptım yuxuda, ağ geyimli, ümumilli nuroni bir qoca gördüm. O mənə deyir ki, oğlum, dünyada hər şeyin qiyməti qalxır. Neftin qiyməti qalxır, mühitin qiyməti qalxır, millətin qırını yavaş-yavaş qalxır. Daş pulu, su pulu, işıq pulu qalxır. Milli dəyərlərimiz ortadan qalxır. Şöhrət işçilər oradan qalxır. Sən niyə bu qloballaşma prosesinə uyğunlaşmırsan? Dedim oxu, mən qoca adamım, nəyi qaldırım? Məsələn, şəhərimizin metro saydım. Parçaları ortadan qaldırıb, yerinə metro düşərdim. Qoca ekskluzif cavab verərək mənə dedi ki, oğlum, o iki çiynevin üstündəki yumru top bir şeyə baş deyirlər. Onun içində beyin olur. Məsələn, beynin işlə metroda qiymətləri qaldırıb cənnətə girər. Deməli, siz yatdınız yuxuda gördünüz ki, qoca bir kişi sizə metropoldə qiymətləri qaldırmasını tələb edir. Tamamilə doğrudur. Bəs son sözünüzü necə bildirə bilərsiniz? Heç kişi də 5 qəpiyin soyqatın eləyər.